1988-ci ildə Azərbaycan SSR xalq artisti, 1993-cü ildə Humayun mükafatı, 2001 və 2004-cü illərdə Simrük mükafatları, 2007-ci ildə Şöhrət ordeni, 2014-cü ildə Azərbaycan Respublikasının dövlət mükafatı, 2017-ci ildə isə Şərəf ordeni ilə təltif olunmuşdu. Gənc yaşından başlayan səhnə həyatı, ölkəni və dünyayı dolaşan konsertləri, xalqın qəlbində yaşayan musiqisi, bütün bunlar onu yalnız bir sənətkar deyil, Azərbaycan musiqisinin simvoluna çevirdi. Ramiz Quliyev 1947-ci ildə aprel ayının 30-da Ağdam şəhərində qulluqçu ailəsində dünyaya göz açmışdı. Onun adı yalnız Azərbaycanda deyil, dünya səhnələrində də tanınmışdı. Türkiyə, Amerika, Kanada, Fransa və daha 30-dan çox ölkədə konsert verərək Azərbaycan musiqisini dünyaya tanıtmış. 15 oktyabr 2025-ci ildə vəfat edən Ramiz Quliyev 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdu.